Salam, hər vaxtınız xeyir müəllimlər, hər birinizi salamlayıram. İnformatika 2024-cü il MIQ qəbul suallarına baxırıq. İlk sualımız məntiq yönümlü sualdır. Gəlin həllinə keçid edək. Bizdə deyir ki, avtomata girişdə 3 rəqəmli ədəd daxil edilib. 3 rəqəmli ədəd daxil edilir və bu 3 rəqəmli ədədin birinci və ikinci rəqəmlərini ilk olaraq birinci və ikinci rəqəmlərini, daha sonra isə ikinci və üçüncü rəqəmlərini cəmləyirlər. Sonra alınmış nəticəni, yəni alınmış ədədləri artan sıra ilə yanaşı yazılır. Artan sırada biz bilirik ki, kiçikdən böyüyə doğru yazılmalıdır. Kiçikdən böyüyə doğru yazılmalıdır. Və bizə burada nümunə verilib ki, girişə 368 ədəd verilib və burada deyiləni ediblər. Birinci və ikinci rəqəmlərini cəmləyiblər. Birinci rəqəmimiz 3, ikinci rəqəmimiz 6-dır. 3 və 6-nı cəmləyiblər, edib 9. Daha sonra ikinci və üçüncü rəqəmləri cəmləyiblər, yəni 6 və 8-i cəmləyiblər, edib 14. Nəticədə isə ədədlər artan sıra ilə yanaşı yazılıb. Artan sırada biz dedik ki, kiçikdən böyüyə doğru yazılmalıdır. Yəni ilk öncə kiçiyi 9-u yazıblar, daha sonra isə 14 yazıblar. Nəticədə isə 914 alınıb. İndi bizə deyir ki, çıxışa verdiyi ədəd 1113 olarsa, girişə verilən ən kiçik ədədin rəqəmləri cəmini tapın. İndi, demək, 3 rəqəmli ədəddir. 3 rəqəmli ədəddir. Və ən kiçik ədəd istədiyinə görə bizdən, burada bizə məntiqimiz kömək olacaq. Ən kiçik ədəd bilirik ki, 100 ilə başlayır da. Mən düşünürəm ki, əgər bura 1 qoysam, birinci və ikincinin cəmi ya mənə 11-i verməlidir, ya da mənə 13-ü verməlidir. Mən bura 1 qoysam, 11 almaq üçün bura ya 10 qoymalıyam ki, belə bir şey olmaz. Çünki bizdən 3 rəqəmli ədəd istəyir. Ya 13 almaq üçün burada mən götürüb ya da 12 qoymalıyam ki, bu da olmaz. Çünki məndən 3 rəqəmli ədəd istəyir. Ona görə 100-dən başqa ikinci ən kiçik ədədlər 200-lə başlayan ədədlərdir. 2-ni qoydum. Düşünürəm ki, 2-nin üzərinə nə gəlsəm 11 edər. 2-nin üzərinə məntiqlə düşündükdə 9 gəldikdə 11 edir. 9-un üzərinə bəs nə gəlsəm 13 edər deyə düşündükdə 9-un üzərinə də 4 gəlsəm 13 edər. Yəni, bax, həqiqətən də birinci və ikinci ədədin cəmi 2 üstə gəlinsin 9 bizə verdi 11. Daha sonra ikinci və üçüncü ədədin cəmi, yəni 9-un üzərinə 4 gəlsəm bizə verir 13-ü. Və bunları artan sıra ilə yanaşı yazsam, yəni ən birinci ən kiçik gəlməlidir 11, daha sonra isə ən böyük gəlməlidir 13. Həmin ədədi, çıxışa verilən ədədi alırıq. Bəzi müəllimlər götürür cavabı 294 olaraq qeyd edir. Amma biz şərti sona qədər və düzgün oxumalıyıq, başa düşərək oxumalıyıq. Bizdən istəyir ən kiçik ədədin rəqəmləri cəmini, yəni 294-ün rəqəmləri cəmini tapmalıyıq. Bu nə deməkdir? 2 üstə gəlinsin 9, üstə gəlinsin 4. Bu da edir 15. Belə. Yox əgər bizdən ən kiçik yox da, bizə desəydi ki, ən böyük ədədi tapın desəm, biz yenə düşünərik ki, ən böyük 3 rəqəmli ədəd 900-lə başlayandır, düzdürmü? Ya buradan 9-un üzərinə ya 4 gəlib 13 alaram, ya bura 4 yazaram, ya da 9-un üzərinə 2 gəlib 11 alaram. Gəl, birinci 11 olan variantla gedək. Tutaq ki, 9-un üzərinə 2 gəlsəm 11 edəcək. Birinci ilə ikincinin cəmi mənə 11-i verdi. Baxıram ki, ikinci və üçüncünün cəmi o zaman mənə 13-ü verməlidir. Mən 2-nin üzərinə 13 almaq üçün 11 gələ bilərəm ki, 13 alım. Amma bu, belə bir variant olmaz. Çünki məndən 3 rəqəmli ədəd istəyir. Ona görə keçirəm digər versiyaya. Yəni, 900-lə başlayıram. Amma 9-un üzərinə bu səfər 13 gəlmək, yəni 13-ü almaq istəyirəmsə, 9-un üzərinə 4 gələrək 13 ala bilirəm. Birinci və ikincinin cəmi mənə 13 verəcək. Amma ikinci
Üçüncünün cəminin 11 verməsi üçün 4-ün də üzərinə 7 gələrəm, mənə 11-i verər. Doğrudan da baxaq, birinci və ikinci rəqəmlər 9-un üzərinə 4 gələrəm, mənə verəcək 13-ü. İkinci və üçüncü rəqəmlər 4-ün üzərinə 7 gələrəm, mənə verər 11-i. Və mən bunları artan sıra ilə yazsam, yəni ilk olaraq ən kiçik, daha sonra isə böyüyü yazsam, doğrudan da 1113-ü almış olaram. Amma yenə də deyirəm, bizdən ən böyük ədədin rəqəmləri cəmini tapın. Variantda 947 də verilə bilər. Amma siz götürüb 947-ni işarələməməlisiniz. Çünki bunun rəqəmləri cəmi bizə lazımdır. Yəni 9 üstə gəlinsin 4, üstə gəlinsin 7, o da edir 20. Əgər ən böyük ədəd desəydi 20-ni götürəcəkdiniz, ən kiçik ədəd deyildikdə isə 15-i götürürsünüz.